Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiyayı vel mursalin. Ala seyyidina nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Rabbi şrahli sadri ve yassirli emri. Vahlul uqdatan min lisani yefqahu qavli. Birinci, əziz və dəyərli müsəlman bacı və qardaşlarım, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsih edirəm. Və bu son günlərdə ən çox verilən suallardan biri də bu 8 Mart Beynəlxalq Qadınlar Bayramı ilə əlaqədar olan suallardır və müsəlmanların verdiyi suallardan ən çox bu bayramın tarixçəsi barəsindədir ki, yəni əsli hardandır bu bayramın? Çünki istənilən bir bayram olsun, istənilən bir adət ənənə olsun, o mütləqdir ki, hansısa bir xalqın və yaxud da hansısa bir millətin adəti ilə, ənənəsi ilə və ya dini ilə bağlıdır. Yəni, elə beləcən havadan gəlib düşməyib o şey. Mütləqdir ki, hər hansı bir bayram olsun və ya hər hansı bir adət ənənə olsun, nə iləsə bağlanır. İnşallah 8 Martın da hardan qaynaqlandığını və hardan gəldiyi barəsində qısa məlumat verəcəyik inşallah. Və həmçində şəriətimizdə Peyğəmbər s.ə.v bu barədə nə deyib və sahabələrdən və həmçində İslamın böyük alimlərdən 8 Mart bayramı, Beynəlxalq Qadınlar Bayramı ilə bağlı alimlərin fətvaları nədir? Bir şey yadınızda saxlayın ki, əziz və dəyərli müsəlman bacı və qardaşlarım, müsəlman bir kimsə hər bir zaman Allahdan qorxmalıdır. Və bilməlisən ki, Allah Subhanahu Taala'nın nəzarəti, rəqib olan Allah Taala həmişə etdiyimiz hər bir əməlimizdən, söylədiyimiz hər bir kəlməmizdən Allah Taala xəbərdardır. Allah Subhanahu Taala da üzərimizə elə bir mələklər təyin edib ki, gecə və gündüz bütün əməllərimizi qeyd edirlər. Hər bir şey yazırlar. Və qiyamət günündə hər bir şey kitab şəklində yazılı halda qoyulacaq qarşılığımıza. Və hətta alimlər söyləyirlər ki, insan xəstəlik anında iniltilər ki çəkir və o iniltiləri də belə qeyd edirlər ağrılara görə. Ona görə də müsəlman bir kimsə həmişə Allahdan qorxmalıdır. Və necə ki, Allah Rasulü Muhammed s.ə.v buyurur ki, kimdir bir qövmə oxşamağa çalışarsa, o da onlardandır. Kim bir qövmə oxşamağa çalışarsa, o da onlardandır. İstənilən bir qövmün, hansı ki, o qövm Qurana və sünniyə, dinimizə ziddirsə, o qövmə, o cəmaata, o millətə oxşamaq olmaz. Bunu dinimiz qadağa edib. Və ona görə də Allah subhanahu wa ta'ala və həmçinin onun Peyğəmbəri Muhammed s.ə.v bizlərə iki böyük bayramı, iki gözəl bayramı əmr etdi keçirməyi. Bunlardan biri Ramazan bayramıdır və həmçində Qurban bayramıdır. Çünki İslam dinini gəlməmişdən öncə də Məkkədə olan müşriklər özlərinin bayramlarını qeyd edirdilər və yaxud da yahudilərdən, xaçpərəstlərdən qalma bayramları qeyd edirdilər. Lakin İslam dini gələndə Allah subhanahu wa ta'ala Peyğəmbər Muhammed s.ə.v üçün və bizim ümmət üçün o bütün batıl bayramları iki dənə gözəl bayram ilə əvəz etdi. Ramazan və həmçində Qurban bayramı ilə. Ona görə də özünə müsəlman deyən bir kimsə, özünü İslama nisbət edən bir kimsə, Allahını tanıyan, Peyğəmbəri Muhammed s.ə.v-i tanıyan və onu sevdiyini iddia edən bir müsəlman, Allahın kitabına inanan bir müsəlman Quran-ı Kərimə heç bir zaman batıl bayramları qeyd etməməlidir. İstər bu yeni il olsun, xristiyanların keçirdiyi, istər qarşıda gələn atəşpərəstlərə aid olan Novruz bayramı olsun, istərsə də Beynəlxalq 8 Mart Qadınlar Bayramı olsun. Və bu bayramların bizim dinlə, bizim İslam dinimizlə heç bir əlaqəsi yoxdur, əziz müsəlmanlar. Heç bir əlaqəsi yoxdur. Ona görə görürsən, çox vaxtı biabırçı orasındadır ki, vallahi ki, özünü İslama nisbət edən, müsəlman deyən bir kimsə, bu günləri kafirlərə aid olan bayramları qeyd edir. Və hətta bəhanə olaraq üzür gətirir ki, ildə bir dəfə olan bir şeydir. Nə var ki, burada hədiyyələşirik də. Sevdiyimiz insanlara çalışırıq ki, onlara bir yaxşılıq edək. Və yaxud da onlara bir gün həsr edək. Onlar üçün yaxşı olsun. Məgər, əziz qardaşlarım, əziz bacılarım, əziz dinləyicilər, məgər dinimiz bizlərə, qadınlara qarşı xoş davranmağı və yaxud da onlara qarşı mülayim olmağı və yaxud da onlara qarşı gözəl rəftarda olmağı qadağan edir? Əsla.
Və indi bir neçə misal gətirəcəm, özünüz də görəcəksiniz ki, heç bir zaman dinimiz qadınlara qarşı gözəl rəftar etməyi bizlərə qadağan etməyib. Əksinə, İslam dinindən öncə qadınlara qarşı zülm olduğuna görə, qadınların hüquqları tapdalandığına görə, diri-diri qız uşaqları bastırıldığına görə Allah Resulü Muhammed s.ə.v İslam gələndən sonra bütün bunlar nə edildi? Qadağan edildi. Və Allah subhanətə qadına münasibət deyirsiniz. Allah subhanətə Quran-ı Kərimdə bizlərə nə buyurur? Ananızın üstünə, yəni valideynlərinizə qarşı nə deyim? Hörmət edin. Onlara qarşı həddi aşmayın. Və Allah subhanətə nə deyir? Onlara qarşı qışqıraraq danışmayın və uf da belə deməyin. Allah subhanətə buyurur. Yəni uf kəlməsini Allah Teala valideynə qarşı işlətməyi belə qadağan edir. Və Allah Resulü Muhammed s.ə.v-in yanına bir nəfər gəlir və soruşur ki, ya Rasulullah, mən ən çox kimə hörmət etməliyəm? Və Peyğəmbər s.ə.v buyurur ki, anana. Həmin insan bir neçə dəfə sualını təkrar edir ki, sonra kimə hörmət etməliyəm? Peyğəmbər s.ə.v buyurur anana. Deyir, sonra kimə etməliyəm? Deyir, anana. Və bu hədis ona dəlildir ki, müsəlman bir kimsə öz anasına, öz bacısına, öz ailəsinə qarşı həmişə xeyirxah, həmişə gözəl rəftarda olmalıdır. Və Rasulullah s.ə.v buyurur ki, sizin ən xeyirliniz ailəsinə qarşı gözəl münasibətdə olandır. Mən də öz ailəmə qarşı ən xeyirli olanınızam. Peyğəmbər s.ə.v buyurur. Və dinimizdən öncə, Allah Rasulü s.ə.v-dən İslam gəlməmişdən öncə Məkkə müşrikləri qız övladı dünyaya gələndə bu onlar üçün üzü qaralıq idi. Üz qarası idi ki, qız uşaqları dünyaya gəldi. Nə qədər olub ki, aparırdılar, diri-diri onları bastırırdılar. Lakin Peyğəmbərimiz s.ə.v görün nə buyurur? Deyir, kimin deyir, 2 dənə qız uşağı olarsa. Başqa rəvayətdə gəlir ki, 3 qız uşağı olarsa və o 3 qız uşağını İslam'a uyğun, gözəl bir şəkildə tərbiyə edib ərə verərsə, Allah subhanətə deyir, o qadına, o valideynə cənnəti nə edər? Halal edər. Cənnəti ona halal edər. Və Peyğəmbər s.ə.v bu cürlə qız uşaqlarını etməyi, hüquqlarını qorumuş oldu bu günə. Ona görə də vallahi bu cürlə misallar dinimizdə çoxdur. Bu dəyərin nə qədər yüksək olduğuna diqqət edin əziz müsəlmanlar. Allah subhanahu wa ta'ala mübarək kitabında Ən-Nisə surəsini nazil etmişdir. Qadınlar surəsi. Allahu Ekber. Yəni bundan da yüksək, bundan da böyük bir dəyər, qiymət ola bilərmi qadınlara? Amma kişilər surəsi yoxdur. Həmçinin belində anasını daşıyan və həc mərasimində Kəbəni 7 dəfə tavaf edəndən sonra İbn Ömər radiyallahu yanına gələn bir insan deyir ki, mən anamın haqqını ödədimmi? Deyir ki, doğuş zamanı bir dənə sancısını belə ödəmədim. Yəni bundan da böyük bir hörmət qadına başqa bir dinlərdə varmı? Vallahi qadınlara heç bir zaman hörmət olunmadığına görə o kafir dövlətləri, kafir ölkələri bu cür bayramlar fikirləşib ortaya atıblar ki, yəni bizdə də bu var. Biz də bir gün qadınlarımızı ayırırıq. Allahu Ekber. Halbuki bizə Peyğəmbərimiz Muhammed s.ə.v 14 əsr bundan qabaq deyib və tövsiyə edib ki, buna edin. Və salam, hər bir zaman buna edin. Hədiyyələşmək istəyirsən, hədiyyə vermək istəyirsən. Allah Resulü Muhammed s.ə.v buyurur ki, bir-birinizlə hədiyyələşin. Bu sizin aranızda olan sevgini, məhəbbəti nə edir? Artırır, gücləndirir. Ona görə də bu şeyləri unutmaq olmaz. Vallahi ki, heç bir zaman bir yahudu və bir xaçpərəst tapmazsan ki, Ramazan və Qurban bayramlarını qeyd etsin. Amma minlərlə, 100 minlərlə müsəlmanlar taparsan ki, istəyir Novruz bayramı olsun, istəyir yeni il olsun, istəyir digər batil bayramlar olsun, hamısını qeyd edirlər. Bu günləri müsəlman ümmətlərinin, müsəlman dövlətlərinin düşdüyü bəlalardan biridir. Və sözsüz ki, şeytan Allah Teala vəd vermişdir ki, sənin düz yolunun üstündə oturub onları azdıracaq. Onları azdıracaq və qiyamətə kimi də ona möhlət verib. O da istədiyini edir. Hər bir şeylə çalışır ki, müsəlmanları öz dinlərindən uzaqlaşdırsın, öz dinlərindən ayrı salsın. Və söylədiyimiz kimi, o kafir dövlətlərində heç bir zaman qadınlara hörmət olunmadığı üçün onlar bu cürlə batil bayramlar fikirləşiblər ki, yəni heç olmasa bir gündə olsa il ərzində o qadınların hüquqları qorunsun. Vallahi ki, tarixi oxusanız özünüz görəcəksiniz. Roma kimi dövlətlərdə və yaxud da Yunanistan kimi dövlətlərdə nə vaxt o vaxtlar
qadınları cadugarlıqda, yəni vedmalıqda ittiham edib, minlərlə, yüz minlərlə qadınları tonqallarda yandırırdılar. Yəni bunlar tarixdə var hamısı. Amma İslam bunun əksini hər bir zaman qadına, ana olsun, bacı olsun, zövcə olsun, qızın olsun, hörmət etməyi və onların haqlarını qorumağı bizlərə əmr edib və tövsiyə edib. Və həmçinin də bu 8 Martda hüquqları tapdalanmış qadınların etirazına səbəb olub. Bir versiyaya görə. Və tarixi araşdırdım və bəzi məlumatlar topladım. İnşallah 3 dənə versiya var bu haqda. Hər biri digərindən daha biabırçılıqdır. Lakin üçüncünü deməyəcəm. Kimsə öyrənmək istəyərsə, mənim özümdən mesaj yazıb öyrənə bilər. Üçüncü versiya lap biabırçılıqdır. Burada deyiləsi bir şey deyil. Deyiləsi deyil. Və birinci versiyaya görə dəyərli qardaşlarım, yəni 8 Mart bayramının qeyd edilməsinə səbəb New Yorkda o vaxtı fabriklərdə, zavodlarda insanlar 16-18 saat işləyirdilər. Və qadınlar da ayaqqabı fabrikası olur. Bu ayaqqabı fabrikasında 16 saat işlədiyinə görə və kişilərdən az maaş aldıqlarına görə etiraz edirlər. Deməli, bu baş verib 1857-ci ildə New Yorkda. Və qadınlar etiraza çıxırlar, lakin polislər zavodu, fabriki bağlayırlar və od vururlar. Və rəvayətlərdə gəlib ki, 129 nəfər qadın, orada da olan digər işçilərlə bir yerdə 129 nəfər adam ölür. Həmin o fabrikdə. Onun üstündən 53 il keçəndən sonra 1910-cu ildə Danimarkada Nemes deməli Alman millətindən olan Clara Zetkin deməli ikinci beynəlxalq sosializm konfransında Almaniya Sosial Demokrat Partiyası liderlərindən olan Clara Zetkin tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 Martın Dünya Qadınlar Günü olaraq qeyd olunmasını təklif edir və bu təklif də qəbul edilir. Deməli, üstündən 53 il keçəndən sonra, 1910-cu ildə. Bu birinci versiyadır, dəyərli müsəlmanlar. Və bəzi rəvayətlərdə görə bu Clara Zetkin özü Alman millətindən olub. Digər rəvayətlərə görə, oxuduğuma görə. İkinci versiya ondan ibarətdir ki, bu qadın Yahudi olub. Subhanallah. Bu qadın Yahudi olur və 8 Martın qeyd olunmasına da səbəb, deməli 8 Martın qeyd olunmasına da səbəb, Clara Zetkin bu bayramı, bu günü Yahudilərdə olan Purim bayramı ilə bir yerdə bağlayır. Və deyilir ki, Purim bayramı nədən qaynaqlanıb? Deməli, Pers padşahlarından olan Xerxes, onun məşuqəsi olur. Xerxesin məşuqəsi olur Esfir. Və Esfir də Yahudi millətindən olur. Və Xerxes də Yahudiləri qırmağı, onları hamısını məhv eləməyi öz üzərinə götürür. Lakin bu məşuqəsi onu yolundan çıxardır. Və hətta gəlib ki, nəinki onları qırmaq, Yahudiləri o qırığından xilas edir və Yahudilərin düşmənlərini əksinə nə edir? Qırdırır. Və Clara Zetkin də həmin o Purim, yəni Yahudilərdə olan Purim bayramına uyğun olsun deyənə 8 Martı qeyd etməyi, yəni qadınlar bayramı kimi qeyd etməyi təklif edir və bu təklif də Almaniyada qəbul olunur. Üçüncü versiya çox biabırçıl, lakin bunu deməyəcəm burada. Söylədiyim kimi kimsə öyrənmək istəyərsə, yəni bu barədə yaza bilər, inşallah ki, onun şəxsinə yəni söyləyərəm. Və əgər istəsəz, YouTube-a axtarsanız və yaxud da Google-da poisk versəniz, bu bayramın tarixçəsi barəsində məlumat toplaya bilərsiniz. O ki, qaldı bu bayramın deməli SSR dövlətlərinə gəlməsi 1913-cü ildə Aleksandra Kalantay adında bir nəfər olur və onun səbəbi ilə deməli SSR-yə gəlir və o SSR-dən 1917-ci ildən sonra da Azərbaycan həmçinin digər postsovet ölkələrinə yayılır bu bayram. Və ondan sonra 8 Mart qeyd olunmağa başlayır. Və dəyərli müsəlmanlar, vallahi hamısı, hər bir müsəlman özünə sual verməlidir ki, yəni mən sizə məlumat verdim.
Yəni bu tarixçəni. Yəni özünüz də gördünüz ki, bir versiyaya görə bu yahudiliklə bağlıdır və ikinci versiyaya görə onların qadınların hüquqları tapdalandığına görə, yandırıldıqlarına görə əslində bu qadınların haqlarının tapdalandığı bir gündür. Qadınların azadlığa çıxdığı yox, qadınların haqlarının tapdalandığı bir gündür. Amma dinimiz əksinə hüquqları qorumağı bizlərə əmr edir. Və əlhamdülillah ki, bunları sizə söylədim və hər bir müsəlman özü-özünə sual verməlidir ki, Allahu Akbar. Yəni Allah Resulü Muhammed s.ə.v mənim etdiyim bu əməldən, yəni mən bu günləri müsəlman, özünə müsəlman deyən bir kimsə insanları 8 mart münasibətilə təbrik edirəmsə, hədiyyə alıramsa, yəni Peyğəmbər s.ə.v mənim etdiyim əməldən razı olardımı? Özünə sual vermə. Ki, Peyğəmbər s.ə.v səni görsəydi bu əməli edən, səndən razı olardımı? İbn Qeym rahiməhullah deyir ki, bir müsəlmana kafirləri bayramları münasibətilə təbrik etməsi icma ilə qadağandır. Bu sanki bir kimsəni içki içməsi, zina etməsi və adam öldürülməsi ilə təbrik etməyə bərabərdir. Allahu Akbar. Subhanəkə Allahumma və bihamdik əşhədu ən la ilahe illə əntə əstəğfiruka və etubu ileyk.